fərqli hərflə ifadə olunması deyirsə, o sözün deyilişinə baxmaq lazımdır. Görək deyilişində eyni səs var. Həmin eyni səslər və fərqli hərflə göstərilibmi? Məsələn, komandir sözünün üstündə bunu yoxlayaq. Komandir yazırıq. Komandir deyirik. Deyilişinə baxırıq. Deyilişində 2 dənə eyni A səsi görürük. Eyni səsdir A səsi. Yazılışına baxırıq. Görək həmin A səsləri başqa hərflə göstərilibmi? 2 fərqli hərflə göstərilibmi? Yazılışında A-nın biri O hərfi ilə göstərilib. Biri isə A hərfi ilə göstərilib. Bu, eyni səsin fərqli hərflə ifadə olunması deməkdir. Bəs eyni hərfin fərqli səslə ifadə olunması deyirsə, nə etməliyik? Eyni hərfin fərqli səslə ifadə olunması deyirsə, onda biz sözün yazılışına baxmalıyıq. Yazılışından eyni hərfləri çıxartmalıyıq və görməliyik ki, eyni hərflər başqa səslər verirmi deyilişdə? Məsələn, motor sözünün üstündə bunu yoxlayaq. Motor yazırıq. Motor deyirik. Yazılışda 2 dənə O hərfi, eyni hərf var. Bəs bu sözlər fərqli səslərlə göstərilibmi? 2 fərqli səslə göstərilibmi? Motor yazırıq. Motor deyirik. Bəli, onun biri, O hərfinin biri A səsini verib, biri isə O səsini verir. Bu da eyni hərfin fərqli səslə ifadəsidir.